Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidil enbiya'i vel murseline Muhammed ve alihi tayyibine tahirin. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz elmin və alimin şərəf və fəziləti haqqında olacaq inşallah. Baxın, elmin necə böyük bir şərəfə, fəzilətə malik olduğunu bilirik və onun öyrənilməsinin də vacibliyini nəzərə alaraq deyə bilərik ki, Quran ayələrində və hədislərdə bu haqda çoxlu ayə və hədislərimiz var ki, biz bunu saymaqla qurtara bilmərik. Elə ona görə də qısa olaraq onlardan bir neçəsini siz əzizlərin diqqətinə çatdırmaq istəyirik. Baxın, Allah Teala Fatir surəsinin 28-ci ayəsində buyurur ki, Əuzu billahi minəşşeytanirracim, İnnəmə yaxşallaha min ibadihil uləmə. Allahdan öz bəndələri arasında ancaq alimlər qorxarlar. Niyə? Çünki onlar həqiqi elm sahibləri olduğu üçün Allahın heybətini, əzəmətini, böyüklüyünü bilirlər, dərk edirlər və elə buna görə də Allah Teala'dan qorxurlar və təbii ki, bu həqiqi alimlərə, həqiqi elm sahiblərinə aiddir bu məsələ. Və görürük kəslər ki, Allahdan qorxmurlar, ona qarşı üsyan edirlər, onun əmrlərindən, bəndəçiliyindən boyun qaçırdırlar. Məlum məsələdir ki, bu insanlar Allaha qarşı cahildilər. Əgər həqiqətən bir şəxs Allahı tanısa, onun qarşısında günah eləməyə, üsyan eləməyə cürət eləyə bilməz. Və Zümər surəsinin 9-cu ayəsində də Allah Teala belə buyurur ki, Bismillahirrahmanirrahim, Həl yəstəvillezine ya'lemune vellezine la ya'lemun. Heç bilənlərlə bilməyənlər, yəni alimlə cahil eyni ola bilərmi? Əlbəttə ki, xeyr. Alimlə cahilin bir-birinə olan nisbəti nurla zülmətin bir-birinə olan nisbəti kimidir. Baxın, Allah Teala Ənkəbut surəsinin 43-cü ayəsində də Qur'an-ı Kərimdə çəkdiyi misalların ancaq alimlərin başa düşə biləcəyini vurğulayaraq belə buyurur. Əuzu billahi minəşşeytanirracim və tilkəl əmsalu nadribuha linnəs. Biz bu misalları insanlar üçün çəkirik. Və mə ya'qiluha illəl alimun. Onları isə yalnız alimlər dərk edib anlayarlar. Yəni baxın, hətta Allah Teala'nın Quran-ı Kərimdə çəkdiyi misalları doğru düzgün anlayan, başa düşən həqiqi alim və elm sahibləridir. Və Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Əl-uləməu vərəsətul ənbiyə. Alimlər peyğəmbərlərin vərəsələridirlər, varisləridirlər. Yəni həqiqətən də həqiqi alimlər, həqiqi elm sahibləri peyğəmbərlərin, imamların yolunu gedəndirlər. Onlar da peyğəmbərlər kimi insanların hidayət çırağıdırlar, insanları hidayətə dəvət edirlər. Həzrəti Peyğəmbər salavatullah başqa bir hədisində Əbu Zərə xitab edərək buyurur ki, ey Əbu Zər, hər kim bir elmi məsələni öyrənmək məqsədi ilə evdən çıxarsa, Allah Teala onun atdığı hər bir addıma bir peyğəmbər və Bədr şəhidləri kimi 1000 şəhidin savabını yazar. Öyrəndiyi hər bir hərfin müqabilində onun üçün cənnətdə bir şəhər salar. Və elm öyrənən şəxsi Allah, peyğəmbərlər və mələklər sevərlər. Görün, Peyğəmbər salavatullah elm öyrənənin savabını, elm öyrənənin məqamını necə gözəl şəkildə bəyan edir.
Həzrəti Əmir-əl-Möminin Əli əleyhissalam alimin elmi barəsində belə buyurur. Mömin şəxs ölərkən onun elmi məsələsi yazıldığı bir vərəqi qalarsa, görün nə deyir? Həmin vərəq onunla cəhənnəm arasında bir maneə olar. Həmin vərəqdə yazılmış bir hərfə görə Allah Taala ona cənnətdə bir şəhər bəxş edər ki, baxın, gör nə deyir? Hər bir şəhərin ərazisi dünyadan 7 qat artıq olar. Yəni bir alimin bir vərəqi qala və orada insanlar o vərəqdən elmi məsələlər ələ gətirərlər, öyrənərlər. Görün Allah Taala həmin şəxsə nələr bəxş edər, nələri əta edər. İmam Muhammed Baqir əleyhissalam isə gözəl bir hədisdə buyurur ki, alimun yuntafa'u bi ilmi. Elmindən faydalanılan bir alim hayrun min 70.000 abid. 70.000 abiddən üstündür, daha xeyirlidir. Yəni bir alim ki, insanlar onun elmindən faydalanır, bəhrələnir, belə bir alim 70.000 abid ki, çəkilib bir guşədə ibadət edirlər və insanlara elmi tövhələri dəymir, insanlara elmi cəhətdən fayda vermirlər. Bir alim 70.000 dənə belə abiddən daha üstündür və daha faydalıdır. İmam Rıza əleyhissalam isə atalarının vasitəsilə Həzrəti Peyğəmbər salawatullahdan elm barəsində belə nəql edərək buyurur ki, əlbəttə bu hədis uzun hədisdir. Vaxt baxımından sadəcə olaraq hədisin bəzi nöqtələrini sizin diqqətinizə çatdıracaq. Birincisi budur ki, elm öyrənmək hər bir müsəlmana vacibdir. İkinci budur ki, harada elm olduğunu güman etsəniz, ardınca gedin. Üçüncü məsələ, elmi öz əhlindən öyrənin. Dörd budur ki, elm sahəsində qəlb cəhalətdən ayılar, azad olar, insanın bəsirəti açılar və zəif bədənlər qüvvət tapar. Beşinci məsələ isə elm öz sahibini həm bu dünyada, həm də axirətdə yüksək dərəcələrə qaldırar. Altıncı məsələ budur ki, halal və haram elmin sayəsində tanınar, aşkar olar. Və yeddinci məsələ isə cənnətə gedən yol elm sayəsində məlum olar və bilinər. Allaha and veririk izzət-i cəlalına xatir bizlərə həqiqi elmdən qismət etsin və bizləri öz yolunda olan həqiqi alimlərdən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.